أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم معلم من لا نبي بعده. Yani Allah subhanahu teala ümmete rahmet olarak Peygamber sallallahu aleyhi ve sellem gizler. Ve bildiğimiz kimi her bir peygamber öz kavmini en büyük günah olan şirkten çekindirmek ve Allah'ın en büyük emri olan tevhide davet etmek için gönderir. Ona göre Allah subhanahu teala Nahl Bal Arası suresi 36. ayette buyuruyor ki وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ اُمَّةٍ رَسُولًا اَنْ يَعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Biz her bir ümmete Allah'a ibadet edin ve Allah'tan ibadet olunan tağutlardan çekinin diye Resulullah gönderdik. Yani bu Resulullah'ın gönderilme məqsədidir. Ona göre soruşulanda ki Allah'ın en büyük emri ne dediği, Allah'ın en büyük emri tevhiddir. Yani insanlar hata edilir. Soruşunda Allah'ın en büyük emri ne değil namaz. Hayır. Allah'ın en büyük emri namaz değil. Allah'ın en büyük emri nedir? Tevhid. Allah'ın en büyük qadağası şirkdir. Aydındır, selam değil, riba, faiz, auzubillah, zina, oğurluq değil. En büyük qadağı şirkdir. Allah subhanahu ta'ala ortak koşmaktan, şərik koşmaktan çəkinmək. Ve her bir peygamberin öz zamanında öz möcüzələrini gördü Allah subhanahu ta'ala. Musa'nı elə bir zamanda göndərib kəmin vaxtı seyir çox idi. İsa'nı elə bir zamanda aleyhissalatu vesselam elə vaxtda göndərib kəmin vaxtı tibb elmi inkişaf eləmişdi. Muhammed sallallahu aleyhi ve sellem elə bir topluma göndərmişdi ki, həmin toplum şairlər toplumu idi. Yəni şeirdən, kitaptan, üslubdan bilen adamlar idi. Şeirin vəzinlərini bilirlər, üslublarını bilirdilər. Hər nə qədər bəziləri oxuma yazma bilməyən olsalar belə. Amma şeir deməyi, şeir qafiyə qoşmağı bilirdilər. Allah subhanahu ta'ala o bizlərə müəyyən möcüzələr verir ki, başqa rəsullarına vermir. Hər bir rəsula öz cəmaatına uyğun. Çünki Allah göndərdiyi rəsulu bilir və həmin toplumu da tanıyır. Ona uyğun möcüzələr verir. Ve Muhammed sallallahu aleyhi ve sellem'de bildiğimiz kimi möcüzəsi Kur'an'dır. Kur'an. Möcüzələr çoxdur. Ayı keri bölməsi və s. En büyük möcüzəsi də El-Kur'an, Kəlamullah. Allah'ın kəlamı. Çünki bu elə bir kəlamdır ki, şair ərəbləri heyrət içində bırakmışdı. Artıq onlar buna benzer bir şey gətirə bilmirdilər. Və bir halda ki, Allah subhanahu Kur'an-ı Kerim'de 3 yerdə onlara müraciət edilir. Birini deyir ki, eğer doğru değilse onda buna benzerini getirin. Yani buna benzer bir Kur'an getirin. Başka bir ayette diyor ki buna benzer 10 tane ayet getirin. Başka bir ayette diyor ki buna benzer bir tane sure getirin. En balaca sure. Kevser, İhlas vesaire. Asır vesaire. Onlar bunların hiçbirini inemediler. Bacarmadılar. Bakma şiir diyebilirdiler. Kafiye bilirdiler. Ama bacarmadılar. Çünkü onlar Allah subhanahu teala Kur'an-ı Kerim'de anladırdı ki yani bu gönderilen Allah'ın kelamıdır. Məxluqun kelamı değil. Allah'ın kelamı ile məxluqun kelamı arasında fərq, özünlə məxluq arasında olan fərq kimidir? Necə özü məxluqatından azimdir, en büyüktür, deyir Allahu Ekber, en büyük ondan böyük şey yoktur. Kelamı da en büyük kelamdır, en üstün kelamdır, en əfsal kelamdır. Hara düşürsə, qəlbə, yerə, şəxsə, məkanı həmin yer bərəkətləndirir. Mekke'den nazil oldu, Mekke'nin bereketlendi. Muhammed sallallahu aleyhi ve sellem'e nazil oldu. Muhammed sallallahu aleyhi ve sellem en üstün Resul'du. Qədir gecəsi nazil oldu. Qədir gecəsi en üstün gecədir. Bu Kur'an elədi. İnsan qəlbi də elədi. Hansı qəlbə düşürsə o qəlb bereketlenir. Ona göre Peygamber sallallahu aleyhi ve sellem sıkıntı ve keder anında Allah'a dua ediyor ki Allahümme ceal hadal Kur'an rabi'a kalbi. Allah bu Kur'an'ı kalbimin baharı elə. Necə ki baharda indi elə yaz mövsümüdür. Necə ki yaz mövsümündə bitkilər oyanır. Ağaçlar çiçəkləyir, güllər açır. Yəni ya Rab, qəlbimi elə ki, bu Quranla qəlbim açılsın. Qəlbim fərahlasın. Qəlbim dirilsin. Nətər bitkilər dirilirlər, oyanırlar. Yaz mövsümündə bu Quranı da qəlbimin yaz baharı ilə. Nə ilə? Qəlbimin baharı ilə. Və bunu dua edən kim idi? Peyğəmbər sallallahu aleyhi ve sellem. Bu onun nə vaxt elədiyi duadır? Sıxıntı və kədər anda edilən dua. Nəyin əksi olaraq? Auzubillah, bu günlər sıxıntıya düşən siqaretə sığınır. Sigaret yemeye başlıyor. Bir divarı yumrukluyor, biri depresyaya düşür. Ne bileyim, euzubillah bazıları kuruz diyem değil vesaire vesaire vesaire. Anladın mı? Yaşlara yakın Allah subhanahu falan kelamı. Kiraatı kapasın. Ve nazil olan Kur'an 114 tane ayrı ayrı surdan ibaret.
114 ayrı-ayrı surədən ibarətdir. Və bu surənin hərəsinin özü-özlüyündə xüsusi mənalar daşıyır. İslam alimlərinin üstün görüşünə görə bu surələr Məkkə və Mədinədə nazil olmaqla iki yerə bölünür. Məkkə və Mədinədə nazil olmaqla iki yerə bölünür. Ona görə fikir verirsiniz, musaflarda, Quranlarda qıraqda yazılıbdır kənarında, balaca xətlər. Məkkiyyə və yaxud da Mədəniyyə. Mədəni. Məkki, Mədəni. Məkkiyyə, Mədəniyyə. Məkkə surələri, Mədinə surələri. Bu 114 surənin 85-i Məkkə surəsidir. Qalan 29-u isə üstün götürgəli Mədinə surələridir. Hicrət miladi təqvimlə olub 622-ci ildə. Hicrətdən əvvəl nazil olan surələr deyilir Məkkə surələri. Hicrətdən sonra nazil olan surələr nə deyilir? Mədinə surələri. Bugün danışacağımız surə bu Məkkədə nazil olan ən əzəmətli surələrdən biridir. Və haqqında danışacağımız surə qısa və özündə çox faydaları cəm edən Duha surəsidir. Duha surəsi Məkkədə nazil olub. Və nazil olma səbəbi isə Peyğəmbər sallallahu aleyhi ve sellemdən bir müddət vəhyin kəsilməsidir. Bir müddət Cəbrail aleyhisselam gəlir və vəhy kəsilir. Peyğəmbər sallallahu aleyhi ve sellem özünü çox ağır hiss edirdi. Çox çətin idi ona ki, Allahla arasındayı bağ kəsilib. Yəni Cəbrail artıq gəlmir və vəhy nazil olmur. Və bundan istifadə edən Məkkə müşrikləri cəmaət arasında yayırdılar ki, Muhammedin Rəbbi onu tərk edir, ona adrıtdır, qəzəblənir ona. Təbii ki, Peyğəmbər sallallahu aleyhi ve sellem də bir bəşər idi. Rəsul idi, bəşər idi, yəni insan idi. Onun ilahlıq bir xüsusiyyəti yox idi. Normal insanlar üzüldü ki, o da üzülürdü. Çətin idi ona. Və bir müddət vəhy nazil olmadı və Allah subhanət hala elə bu əsnada Duha surəsini nazil elədi. Yəni, niyə duha və içində olan mənalar nədir? Allah subhanət hala 114 surənin 113-ün əvvəlində gələn Bismillahirrahmanirrahim bəsmələ ilə başlayır Duha surəsini. Və dedik ki, 113 surənin başlığında var Bismillahirrahmanirrahim, bir dənə Tövbə surəsində yoxdur əvvəlində. Bütün surələr Bismillahirrahmanirrahim ilə başlayır. Və Allah subhanət hala dedik niyə nazil edibdir. Və Peyğəmbər sallallahu aleyhi ve sellemə vəhy kəsilir və vəhdən sonra Allah subhanət hala bu surəni sanki ona bir nə üçün göndərir? Təsəlli üçün. Hani birini başladı çəkilən onun təsəllili səninci. Sanki təsəlli Peyğəmbər sallallahu aleyhi ve sellemə. Və vəhyin nazil olmamasının səbəbini isə alimlərin müxtəlif açıqlayıblar. Buna diqqət edək Allahın qulu. Vəhyin kəsilməsinin səbəbini İslam alimləri müxtəlif cür izah ediblər. Yəni bu barədə təfsirlər müxtəlifdir. Bəzi alimlər və böyük alim Şeyx Fovzan və s. böyük alimlərimiz üstün gördüyü görüşə görə də odur ki, həmin yerdə Peyğəmbər sallallahu aleyhi ve sellem gələn yerdə it var idi, it yuvası var idi. Və mələklər də it olan yerə, doğrusu küçük yəni bacı. Mələklər də it olan yerə daxil olmurlar. Ona görə Cəbrail aleyhisselam gəlmirdi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bundan xəbərsiz idi. Sonra isə oradan it yuvasını çıxardandan sonra bəzidir itin nədisi var idi və s. Çıxardandan sonra isə Cəbrail aleyhisselam gəldi və bu ayələr nazil oldu. Allah'ın qulu diqqət elə. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adıyla və duha. And olsun sübh çağına və ya quşluq vaxtına. Duha dedikdə nə? Duha sübh namazı çıxandan 12-15 dəqiqədən sonra zöhr namazı girən 12-15 dəqiqəyə kimi olan vaxtda deyilir. Yəni günəş çıxdıqdan sonra, şuruqdan sonra günəşin çıxmasına deyilir. Ondan 10 dəqiqə sonra insan izləyəndə də görür zaten. 10 dəqiqə sonra günəş qalxsa artıq duha vaxtı girmiş sayılır. Həmin vaxtda deyilir duha quşluq vaxtı. Və bildiyimiz ki, onun üçün xüsusi bir namaz var. Əzəmətli namazlardandır. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah'a üst tutan tövbəkarların namazıdır, duha namazı. Müsəlmanın yaraşan odur ki, bu namazı əldən verməsin. Həmçinin duha namazı Peyğəmbər sallallahu aleyhi ve sellemin kimə tövsiyəsi idi? Əbu Hüreyra radiyallahu anh tövsiyəsi idi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ona 3 şey tövsiyə eləmişdi. Yatmamışdan əvvəl vitir namazı qılmağı, hər aydan 3 gün oruç tutmağı, bir də duha namazı qılmağı. Görsün sevən sevdiğindən nələri tövsiyə edir. Subhanallah. Əvsani xalili. Xəlilim, dostum mənə belə tövsiyə elədi. Yatmamışdan əvvəl vitir namaz qıl. Alimlər deyirlər, sırf Əbu Hüreyra bunun deməsinin səbəblərindən biri də odur ki, Əbu Hüreyra gecənin bir yarısına qədər elmlə məşğul idi. Ona görə deyir ki, vitiri qıl, yat birdən gecəyə kimi məşğul olub axı. Boş-boş vaxt keçirmirdi orada, burada, məclislərdə, oyunlarda, qəflətlərdə, Instagramlarda,
TikTok'larda vesaire vesaire ila ahiri musibet azime. Şiddetli musibet. Bəli. Bu proqramların, bu sosial medyanın insana xeyri də var. Həm də xeyri yaya bilərsən, savab qazana bilərsən. Hətta bu gün mən danışıramsa, sən bu dərsi yaysan, məndən də çox savab qazana bilərsən. Çox insana çatmasına görə və s. Amma gərək ondan düzgün istifadə edəsən. Ne edirsən? Ondan düzgün istifadə edəsən. Aydındır. Ona görə bəzi deyirlər ki, elm əhli, biz telefona baxdığımız qədər Allahın kitabına baxsaydıq, ay ərzində dəfələrlə Quranı xətm eləmiş olardı. Çox təəssüf ki, Ramazan gecə xətm olunmadı. Ramazandan sonra vaxt keçilir ki, Quran oxunmur. Çox təəssüf. Məscidə gələn artıq məscidə gəlmir. Sanki Ramazanda qaldamsı. Oruçdan artıq oruçmur. Sanki oruç qapısı bağlandı. Axır müsibətlər. Allah müstəhan. Sonra Allah subhanahu ta'ala ayın azədi. Duha. And olsun quşluq vaxtına. Mən qısa keçim. Çünki uzun danışdıq. Sabahdan burada. And olsun quşluq vaxtına. Səhər çağına. وَالْلَيْلِ اِذَا سَجَى. Biraz gecə indi sakitdir. Sükunətdə olan gecəyə. Allah subhanahu ta'ala and içir. Nəyə? Duhaya, vaxt. Leyl gecəyə. İkisi də vaxtı. Gör bu vaxtın nə qədər dəyərli olduğunu göstərir. Başqa idi duhal asr. And olsun əsrə. Vaxta, zamana. Orada əsr namazı yox. Zaman qəsb olunur. Çox təksirçilərə görə. Avad duha and olsun. Zaman and içir. Zaman sənin çox dəyərli bir məfhumdur. Çünki sənin Rəbbin onu and içir. Ona görə İbn-i Qeyyim rahmehullah nə deyir görsən? Zamanı zayilmək barəsində. Deyir ki, vaxtı zayilmək ölümdən daha şiddətlidir. Çünki ölüm səni dünyadan ayırır. Vaxtı zayilmək isə səni Rəbbindən ayırır. Vaxtı zayildən Allahdan uzaq düşürsən. Ölüm isə öləcəksən, ona qovuşacaqsan. Sevən sevdiğine qovuşmaq istəməzmi? Heç sevən sevdiğin dostdan qaçarmı? Qaçmaz. Əsas odur ki, görüşə hazırlaşmaq lazım. Yoxsa ki, ni'məl liqa, nə gözəl görüşdü. O, öz dostunu, ən güclü misafiri necə qarşılayırsa, ondan daha yaxşı qarşılayacaq. Bu aləmlərin Rəbbidir. Elədiyi heç bir şey məxluqun elinə bənzəməz. وَالْلَيْلِ اِذَا سَجَى And içir quşluq vaxtını və sakitləşən gecəyə. Nədən ötürü? Həmişə anddan sonraki ayəyə fikir ver. Ey Allahın qulu. مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى Nə Rəbbin səni tərk elədi, nə də səni acığı tutdu, qəzəbləndi. Onların dediyin əksin olaraq. Yəni vəhyin nazil olmamasının sənin bir günahın, bir suçun, bir qəbahetin, bir təqsirin yoxdur. Özünü günahkar, vinavat hiss eləmə. Başqa səbəbdən nazil olur. Mə vəddəəkə Rabbuk. Sən Rəbbin sənədək. Onlar demişdilər ki, müşriklər yaydılar ki, Muhammedin Rəbbi onu tərk edir. Daha gəlmir Cəbrail. Mə vəddəəkə Rabbuka və mə qalə. Dedim, sənə acığı tutub. Aydındır, sən Allah'a doğru get. Heç vaxt demir ki, Allah məndən küsüb. Aydındır, o məxluquna çox yaxındır. Yetək sən ona doğru get. Amma özündə ayrılıq hiss edirsənsə Allahla, deməli hələ düzəltməli çox şeyin var. Və sonra düzəltməli şeylərin üstündə işdə. Allahın üstünə atma hər şeyi. Ki, bellədi. Məndən küsüb, mən ondan küsmüşəm. Araya soyuqluq giribsə, bu səndən də ondan deyil. O, yaxşılığın əvəzini qat-qat verəndir. Sən isə nankorsan. Sən isə nankorsan, tələskənsən, zalımsan. Xuliqal insanı acule, insan tələskən yaradılıb. İnnehu skənə zalumən cəhule, o zalim və cahildir. İnnəl insan ləfi xusur, həqiqətin insan ziyan içindədir. İnnəl insan Rabbihi ləkənud, həqiqətin insan özü Rəbbinin qarşısında nankordur. Gör, fikir ver. Gör, nə qədər aylərdə qınanlıq insan. Çünki bu qədər nemətlərin qarşısında o elədiyinə bax. Allahu akbar. Bunu verdi, onu verdi. Onun qarşılıq budur. Elə. Vallahi sən heç özün buna cavab tapamazsan. Adem bir güzgün önündə dur. Deni ki, elə bir soru sualdasan. Ömer bin Xattab demişkən, radiyallahu anhu. Həsibu anfusakum qabl ən tuhəsəbu. Allah siz hesaba çəkməmişsən, əvvəl özü hesaba çəkin. Aleykum salam. Aleykum salam. Bir adı güzgün olanda dur. Bir özü hesaba çək. Senin belə, bax, Allah sana bunlar eləyib. Sən niyə belə eləyirsən? Heç bunun qarşılığı belə olar mı? Əsla. Ona görə İslamın yarışın olur ki, özünü hesaba çəksin. Ma vəddəək Rabbuka və mə qalə və ləl-əxirətu xayrun ləkə minəl-ulə. Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha önəmli, daha əvvəldir. Onu birinci axirət istəyən yanına qal. Çünki heç vaxt baqini faniyə dəyişən ağıl sahibi ola bilməz. Nəyi? Baqini qalıcını. Gediciyə dəyişən heç vaxt ağıllı insan ola bilməz. Tərəqdə həzihi dünya zəilə lil-əxirətil bəqiyyə.
Bu keçici dünyanı nəyə dəyişdin? Əbədi axirətə. Allah deyir ki, "Ulaikellezine iştaravu dalalete bil huda, fema rabihat ticaratuhum." O kimsələr ki, hidayəti satdılar, zəlalət aldılar yerinə. Onların ticarəti qazanc gətirmədi. Belə bir ticarət qazanc ticarət deyil. Ziyan gətirəcək. Çünki sən nəyə dəyişdin? Adi insan dünyada fikir verir. Gedirsən məsələn baxılı şey alıb ucuz şeyi alanda baxasın satırsan, toxumunu satdın baxaya, gedib ucuz şey aldın. Adam qəribə deyir ki, mən buna muxtar. Nəyə dəyişdin? Bəxtə baxılı şey verdin, necə deyərlər, barterlədin, dəyişdin. Deyirsən, mən Allahdılar, mən bunu diyor, nəyə dəyişdim? Qaldı elə bu əbədi, bu hər dünyadır. Biz də əbədiyyəti fikirləş. Ki, nəyə dəyişmişsən sən, subhanallah. Onun gibi وَلَلْ آخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولَى وَلَسَوْفَ يُعْتِيكَ رَبُّكَ فَتَرْضَى. Və eləcə də Rəbbin sənə bolca nemətlər verəcək və sən ondan razı qalacaqsan. Nemətlər ardarız kesilməyən. Qəlbini zənginləşdirdi, uşaqcan qəlbin yarıldı, Muhammed Yıldız, Allah-u Nelər verildi. Orada Rəbbin sənə verəcək, sən ondan razı qalacaqsan. Məqsəd burada təkcə mal deyil. Biz Allah sən nəsə verəcək deyəndə elə bildik ki, ancaq pul qəsd olunur, mal qəsd olunur. Və orada deyir ki, Allah, Rəbbin sənə verəcək və sən ondan razı qalacaqsan. Nə verir ki, çoxlu pulu var idi, çoxlu malı var idi, çoxlu övladı var idi. 7 dənə uşağın 6'sını özü dəfn elədi. Hansı ətə dayana bilər? 6 dənə uşağı özünü dəfn elədi. Bir dənə özünə sonra Fatimə radiyallahu anh vəfat elədi. O da 20 neçə yaşında. Bəşəriyyətdə kimi səbədə həyat versəydi, onu ona verərdik. Yoxsa sən öləcəksən, onlar sağ mı qalacaqlar, əbədi yaşayacaqlar mı? Əsla. İbrət burada çox yaşamaq, az yaşamaq və s. deyil. İbrət faydalı və mənalı yaşamaq. وَلَسَوْفَ يُعْتِيكَ رَبُّكَ فَتَرْضَى. Eləcə də Rəbbin sənə bolca nemətlər verəcəksən, ondan razı qalacaqsın. Sonra isə Allah subhanət hala Rəsulullah verdiyi nemətlərini xatırladı. Ələm yecidkən yetimən fəəvə. Biz səni yetim ikən tapdıq. Sənə sığınacaq vermədik. Atasız yetim, anasız öksüz. Və bu cür böyüyən insan bəşəriyyətin ən xeyirlisidir. Deyirsən, imtihanım var, mən yaxşı uşaqlıq keçirməmişəm, mən Allah'tan qorx. Mən yaxşı uşaqlıq keçirməmişəm, bağlıcaqda bunu eləməyiblər, onu belə... Bax, Peyğəmbər sallallahu əleyhi və səlləm, ata yox, ana vəfatdan bir müddət sonra, doğumdan bir müddət sonra vəfat elədi. Süd anası başqası, babası böyükdü, sonra babası da öldü, əmisi böyükdü. Bax, Peyğəmbər sallallahu əleyhi və səlləm həyatına. Yəni, Allahın səni nə cür şəraitdə yaşatması heç bir səni sevib sevməyinə dəlil deyil. Allah ən sevdiği qulunu bu cür yaşatdı. Nədir Peyğəmbər sallallahu əleyhi və səlləm sevmirdi, tez aldı onun atasından səndən. Xeyr, bu ölçü deyil. Aydındır, bunlar heç bir ölçü deyil. Yəni Allahın səni sevib sevməsinin dəlili deyil. Şu an mən sevmiyorum, sevseydim mən falan şeylərdi. Əbədən. Belki səni sevdiğin nə olar edir. Çünki insan daimi nimətçin də olsa, onda tez ondan Rəbbini. Bu insan xisləti belədir. Fikir və rəfah içində yaşayanlara pul problemi var, yox, xəstəlik problemi var, yox. Görsən ki, Allah yadına düşmür. Şahid olmuşam. Niyə yadına düşsün ki? Pul problemi yox, problemi yox. İmtihanlar sənin xeyrin üçündür. Allah subhanət hala sən nimət üçün verir. Ki, sən imtihanları görürsən. Xatırlayırsan Allah subhanət hala. Əşəddül bələ ənbiyyə, thumməl əmsəl fəl əmsəl. Ən şiddətli bəlaya düçarlanan rəsullardır. Sonra ona bənzəyənlər, sonra da onlara bənzəyənlər. Buyur. Ən çox bəlaya düçarlanan deyilsəni mən sevmir, mən tərk elədi, mən çox istəmir Allah və s. Ən çox imtihana düçarlanan peyğəmbərlər. Sonra onlara bənzəyənlər, sonra onlara bənzəyənlər. Nə oldu bəs? İstəmirdi o peyğəmbərlərini. Əyyubun xəstəliyi sənin başına gəlib, yox. Yusuf kimi quyuya atılmışsan, yox. İbrahim Aleyhisselam kimi oda atılmışsan, yox. Muhammed sallallahu aleyhi ve sellem kimi olmuşsan, bu qədər imtihanlar, yox. Şikayetin nədir? Nasıl Allah şikayet edirsən? Sən şikayet edilməli olan? Əsla. Sadəcə olaraq insan o imtihanlarda olan ləzzəti belə tapa bilmir. Ona görə sıxıntı içində qalır. Ki imtihanlar belə sənin xeyrin üçündür. Ona görə Rasulullah xatırladı nemətləri ki, ələm yecidki yetimə fəəvə. Səni yetimkən tapıb sənə sığınacaq vermədiyimi. Və vəcədəkə valilən fəhədər. Səni yolunu sapmışkən tapdıq. Yəni, bilmirdin Quran nədir, iman nədir, oxuma yazma bilmirdin. Fəhədər, sənə doğru yol görsün. Yəni, sənə bəşəriyyətə heç kimə vermədiyimizi verdik. Quranı nazirlədik sənə. Allahu Ekber. Heç kimə vermədiyimiz nemətlər sahib edik. Bir tərəfdən digər dünyəvlərə bax. Yetimkən olub, öksüz olubdur, pulsuz, kasıb.
arpa çöreğinden doymadan giden bir Resul bu dünyadan. Evinde arka arkaya bir hafta yemek kaynamayan bir Resul. Hiç sevmirdi onu. Ensar kadınlarından biri Peygamber sallallahu aleyhi ve sellem hücresine daxil olur yattığı yere. Görür ki yere həsir kimi bir şey səlib onun üzerine yatır. Gedir evdən döşək gətirir. Peygamber sallallahu aleyhi ve sellem qadına deyir ki götür apar bu döşəyi. Əgər isteseydim Allah gördüğüm bu dağları mənim için qızıl gümüşə çevirərdi. Allah'ım ben Allah'tan onu istememişim. Çünkü deyilməyim də bu dünyanın məsəli ağacın altına kölgələyib yoluna davam edən misalı kimidir. Həqiqətən 63 il ömür yaşadı. Amma 63 il nələr sil Allah Subhanahu ona nələri verdi. 23 ilə peyğəmbərlik verildi. O bizlərə neçə il verilmişdir? 100 illərlə peyğəmbərlik verilmişdir. Ona baxmayaraq Allah Subhanahu bu lütflər verdi. Sağ olun. وَوَجَدَكَ ضَالًا وَوَجَدَكَ عَائِلًا فَأَغْنَى. Biz səni kasıbkən tapdıq, zənginləşdirdik. Ne deyil? Zenginleştirdik. Zengin idi Muhammed sallallahu aleyhi ve sellem. Ne demekti bu? Allah ne demek istiyorsa? Gina. Gina'ul kalb. Zenginlik kalbin zenginliği. Zenginlik mi sen nedir? Çölünün zengin olsun. Cibin boş olsa böyle. Çok sayısı olsun. İnsanlar ne dediler? Cibler dolu oldu kadar çönler boştur. Necə misal çəkirləri deyirlər o vaxtı palçıq evlərdə qızıl qapı insanlar var. İndi qızıldan olan evlərdə daş qapı insanlar var. Bismillah. O vaxt insanlar çoxlar yox, çox şeylər yox idi. Amma necə idilər? Mehriban idilər və s. və s. və s. Əlaqələr var idi. İndi qəplər daşlaşıb. Hamı özüm fikirləşir. Paxıllıq, həsəd, dəhşət. Bir insan nəsə göründü bir insanın hamı həsəd edir ki, falan gözüm maşını var, 5 mandı var falan. Görürsən adam getdi yıxıldı öldü. Allah haqqısı. Çünki bu insanlar dünyanın içində çox giriblər ona görə. Allah Subhanahu deyir ki, Resulullah, səni yetimkən tapdıq, diqqət elə ayələrə. Yetimkən tapdıq, səni nədir? Sığınacaq verdik. Səni kitab, iman nədir bilmirdin, tapdıq, səni doğru yola yönəltdik. Yəni səni yolunu sapmışkən tapdıq, doğru yola yönəltdik. Üçüncü, səni kasıbkən tapdıq, zənginləşdirdik. Bax, bir dənə cümlədə Peyğəmbər sallallahu aleyhi ve sellem həyatın düsturunu cəm edib. Yani ne diyor Peygamber sallallahu aleyhi ve sellem bu hadisi ki var. Diyor ki Erda bima qasamallahu lek tekun agnen nas. Bak düsturdu. Bunu ya beynine yaz ya da hem yaz özünde hem sakla bile yaddaşında. Arada bakarsın ona bu hadisi. Allah'ın sana yazdığından razı ol ki insanların en zengin olasan. En zengin olmak istiyorsan insanların en kalbi tok olanı. Allah'ın sana yazdığından razılar. Ne yazıp bugünse onlar aldı insanların en zengin olacaksan. Bileceksen sahibi verdiği nimeti. Özünden aşağı bakacaksan. Gördüğün zaman hiç o başka ülkelerde su tapırlar içmeye. Suları yoktu. 3 güne $1 içtiler. Sen olur. Zenginsen sen. Her cihetten zenginsen. Sahabe gelen Amr ibn Asar radiyallahu anh diyor ki ya Amr ben zenginim yoksa kasıp. Değil başına soracak evim var. Değil ha. Değil o birlikte yaşayacağın hayat yoldaşın var. Deyir hə. Deyir onda sen zenginsen. Deyir ya Amr benim hələ qulluqçum da var. Deyir onda sen padişahsan. La havle ve la quvvete illa billah. Görürsən bakış açısını. Necə baxırdılar məsələlərə. Biz necə baxırıq. Əxi Allah sen ne haldasan. Allah köməyin olsun. Ne oluyor onu? Ne oluyor konuşuyorsun? Çok şükür. Ac dölü, açıkta dölü, yediğimiz önümüzde, yemediğimiz arkamızda. Stolsun yandık, göv kazanında seçim ediyor. Bunu yemirem, bugün onu yemirem. Ne istiyorsun sen? Sen Resulun arpa çöreğinden doymadan gelip bu dünyadan. Bir hafta evinde arka arkaya tencere, kazan kaynamıyor. Sen şahidin neydi? Sen şahidin neydi? Hiç şahit eleme. Şükürle. Şeke, la teşkür. Üşkür. Şahit eleme. Əksine şükür elə. Çünki Allah deyir ki, qalilə min ibadiyyət şəkur. Qullarımdan şükür eləyənə azdır. Sən də o azlardan ol. Qullarımdan şükür eləyənə azdır. Sən də o azlardan ol. Şükür elə belə. Səni kasıbkən tapdıq zənginləşdirdik. Elə isə, bax, and içdi sübh vaxtına, and içdi gecəyə. Dedi ki, Rəbbin səndən tərkirini, axirət səncə da, Rəbbin səni verici, razı qalacaq, sonra səni yetimkən tapdıq, bunları verir, sonra nə deyir? Ayağına arkasına emmel yetime fela tekhar. Yetime gelince onu hiç vaxt təkkil edib aşağılama.
Xor görmə onu. Çünki sən özün də yetim olmusan. Deyir, ona görə yetimlə sən necə davran, sən ondan sonra sənin uşağınla necə davranılmağını istəyirsən, sən də o uşaqla o cür davran. Sən ondan sonra necə davranmaq istəyirsən sənin uşağınla, sən də yetimlə o cür davran. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, sən özün də yetim olmusan. Əməliyyəti fələ təqva, əmmə səilə fələ tənər. Amma kasıba gəlincə, səndən istəyirsə, onu əsla xor görmə, təqqirləmə, alçatma. Hətta verməsən belə. Gəlir deyir ki, Allah üçün köməklə. Verməsən belə təqqirləmə. Çıx get buradan, nə bilim nə elə. Əsla. Əgər xüsusən də dolandırıcı, yəni ikiyüzlü olduğunu bilmədiyin biridirsə. Ha, yəqin bilirsən ki, qaraçıdır, ikiyüzlüdür, Loruz dediksə termindən maşinlikdir və s. Onda ayrı məsələdir. Onda da təqqirləmə. Vermə, çıx get. Aydındır. Əsla. Amma səil fələ tənər. Amma yetim fələ təqahər. Amma səl fələ tənhər. Yuxarıda deyilmiş ki, yetimkən tapdıq səni sığınacaq verir. Sən isə yetimi təqqirləmə. Sənə gələni qovma qapından. Amma bi ni'mət rabbikə fəhaddis. Rəbbin nimətinə gəlindirsə, onlardan insanlara danış. Danış Allah'ın verdiği nimetleri üzerine. Elhamdülillah. Ona görə bu surələr əzəmətli mənalar daşıyırlar özündə. Yaxşıdır ki, biz müsəlmanın yarasında odur ki, xüsusən də bu balaca surələr ki var, onların mənasını bilsin ki, namazda imam oxuyanda və s. xuşu tuta bilsin. Çünki surələrdə daşıyan mənanı bilmək xuşu tutmağın ən böyük səbəblərindən. Allah imam durub ərəblə oxuyursan, bilmirsən, eləmirsən, barışmırsan. Elə beləcə dursan, fikrin gedir ora, bura. Ama heç olmasa namazda olan surələrin mənasını bilsən, onda sənin üçün daha faydalı olar. Düzünü Allah bilir. Sallallahu aleyhi ve sellem Muhammedin və alə aleyhi ve sellem. Allah sabır çəkirsin.